Deməli, birinci sualdan başlayacaq izaha. Şəkildəki bitki haqqında hansı fikir yanlışdır? Şəkildə verilən bitki sfaqnum bitkisidir. Sfaqnum mamırı daha doğrusu deyək. Hər il 2-3 millimetr böyüyür. 2-3 millimetr yox, il ərzində 2-3 santimetr böyüyür. Ona görə elə yanlış cavab budur. Amma öz çəkisindən 20-25 dəfə artıq sudur, bu doğrudur. Yetkin halda rizoidləri bəli. Bunun yaşıl quş mamından əsas fərqindən biri də budur ki, bunun rizoidləri yoxdur, amma yaşıl quş mamının var. Zaten avtotrofdur, meşə və bataqlıqları təsadüf edir. Bu da doğru fikirdir. İkinci sualımıza baxacağıq. Diploid xromosom dəsti 24 olan bitkinin tozcuğu qametində 14 xromosom olan bitkinin dişiciyini tozlandırmışdır. Əmələ gələn hibridin dölsüzlüyü Karpacekov metodu ilə aradan qaldırılarsa, endospermində cəmi neçə xromosom olar deyir. Endosperm nədir? Mərkəzi hüceyrə üstə gəlsin spermi. Burada ana bitkinin qaməti 14'tür. 17'dir üstəm. 17'dir. 17, 17. Deməli neçədir? 34 bunun mərkəzi hüceyrəsidir. Üstə gəlinsin. Erkək bitkində diploid xromosom dəsti 24'tür. Yəni qaməti 12'dir. İndi belə olduğu halda bərabərdir neçəyə? Bərabərdir 46'ya. Deməli, endospermin xromosom dəsti 46 oldu. Amma Karpaceko metod tətbiq edib aradan qaldırıldığına görə də vuran bunu da 2'ye, o da bərabər 92. Ona görə doğru cavab B variantı olur. İki qat mayalanmada en qədər hüceyrə iştirak edərsə, cəmi isə toxum əmələ gələr. İki qat mayalanmada 4 dənə hüceyrə iştirak edərkən bir dənə toxum əmələ gəlir. Əgər n qədər hüceyrə iştirak edərsə, x qədər toxum əmələ gəlir. X də bərabərdir. N bölünsün 4'e, cavab D variantı olmuş olur. Dördüncü sual. Doğru fikri seçin. İnsanda ziqotun əmələ gəlməsində iştirak edən hüceyrə. Ziqotun əmələ gəlməsində iştirak edən hüceyrə ya yumurta hüceyrədir, ya da spermatozoiddir. Bilavasitə mitoz yolla əmələ gəlir? Xeyr. Meyozla əmələ gəlir. Bu fikir deməli səhvdir. Diploid xromosom dəstinə malikdir? Xeyr. Haploid xromosom dəstinə malikdir. Nüvəyə malik deyil. Hər ikisinin nüvəsi var. Cinsi və autosom xromosom malikdir? Bəli. Çünki hər birinin xromosom dəsti 23'tür. 22 dənə autosom xromosom, bir dənə cinsi xromosomu var. Ona görə doğru cavab D variantı olur. Şirin su hidrasının digər hüceyrələrə başlanğıc verir. Bilir ki, şirin su hidrasının aralıq hüceyrələri sanki bitkilərdəki törədici toxumağı funksiyası yerinə yetirir. Ona görə doğru cavab kimi, bəli, buradan C variantını götürəcəyik. Altıncı sual. Şəkildə verilən canlının aid olduğu aləmin nümayəndəndə ola bilməz. Şəkildə bakteriya verilib. Bakteriyalarda membran quruluşuna malik olan heç bir organoid yoxdur. Hücre divarı var mı? Var. Siyanobakteriyada xlorofil ola bilər. Ribosomları var. Plazmatik membran zaten bütün hücrede var. Olmazsa olmazlardandır var. Ama lizosom ola bilməz çünki membran quruluşuna malikdir. Ona görə cavabımız burada B variantı olmuş olur. Keçək 7-ci sualımıza. Başlanğıc sayı 4 ədəd olan bakteriya 1 saat ərzində maksimum sürətlə bölünmüşdür. Bu müddət ərzində neçə bakteriyanın bölünməyə məruz qaldığını hesablayın. Başlanğıc sayı 4'tür. 4 vurulsun 2 üstü 1 saat deyir. 1 saat deyinə görə 60 dəqiqədir. Böləm onu 20 dəqiqəyə 2 üstü 3 eləyir. O da bərabərdir. 4 vurulsun 2 üstü 3 də 8'dir. Bərabərdir 32 dənə fərd əmələ gəldi. Əgər sonda alınan fərd 32-dirsə, son saydan başlanğıc sayı 4'ü çıxmaqla bölünməyə məruz qalan fərdlərin sayını tapırıq. Yəni 28 eləyir. Doğru cavabımız D variantı olur. 8-ci sual. ATF haqqında verilən ifadələrdən hansı yanlışdır? Kimyəvi tərkibinə görə nukleotiddir. Bəli, ATF kimyəvi tərkibinə görə nukleotiddir. Heyvan hüceyrəsinin stoplazmasında sintez oluna bilər. Bəli, stoplazmada sintez oluna bilir. Nə zaman? Energetik mübadilənin ikinci mərhələsi zamanı, yəni oksigensiz mərhələ zamanı ola bilər. Hüceyrədən hüceyrəyə keçə bilər? Xeyr. Bu yanlış fikirdir. ATF-də kitabımızda da yazılıbdır. Bir hücrədə sintez olan ATF onun özündə istifadə olunur. Ona görə cavab C variantı götürəcəyik. Hemotrof bakteriyalardır. Yəni hemosintez edici bakteriyalardır. Qırmızı bakteriyalar fotosintez edicidir. Siyanobakteriyalar fotosintez edicidir. Yaşıl bakteriyalar fotosintez edicidir. Dəmir bakteriyalar hemosintez edicidir. Kükürt bakteriyalar da hemosintez edicidir. Ona görə doğru cavabımız buradan C variantını götürəcəyik. Növün hansı kriterisi
növlər arasında olan həyat proseslərində, xüsusən çoxalmada olan fərqlərə görə müəyyən edilir. Bu fizioloji kriteriyadır və bilirik. Amma bəzi canlılarda, məsələn, bülbüllə alacaqlar kimi, söyüd və qovağın deməli fərdləri kimi çarpazlaşanda döllü formalarda ortaya çıxa bilir. Amma ümumilikdə bu fizioloji kriteri çoxalmada meydana çıxan fərqlərə görə müəyyən edilir. Doğru cavab B variantı olacaqdır. Akif binokulla quşların yuva qurmasını izləyər. Əgər duyğu orqanı varsa, bu müşahidədir. Burada tədqiqat metodundan istifadə edir, söhbət müşahidədən gedir. Cavab D variantı olur. Bir zəncirində n qədər nukleid olan DNT molekulunda. Əgər bir zəncirində n qədər nukleid varsa, deməli o biri zəncirində də n qədər nukleid var. Bərabərdir. 2n qədər nukleid olacaqdır. Molekulda fosfat turşusu qalıqları ilə pentoza arası rabitənin sayını hansı ifadə ilə müəyyən etmək olar? Mənim 2n qədər nukleiddim var. 2n qədər nukleidin hər birinin özünün karbohidratı ilə özünün fosfat turşusu qalığı arasında rabitə əmələ gələ bilir. Ona görə 2n qədər nukleidin 2n qədər də özlərində. Üstə gəlinsin, bir zəncirdə bir-biri ilə birləşərkən bir dənə az, bir zəncirdə bir-biri ilə birləşərkən bir dənə az. Yəni ümumi nukleiddən 2 dənə az. Ümumi nukleid nə qədərdir? 2n qədər. 2n çıxılsın 2 dənə də az. Bir-biri ilə rabitə əmələ gətirir. Bərabərdir 4n çıx 2. Yəni cavabımız C variantı olur. Verilən fikirdən hansı doğrudur? Bütün ibtidai bitkilər bir hüceyrəlidir. Xeyr, çox hüceyrəli yosunlarda vardır. Bütün parazitlər çox hüceyrəlidir. Xeyr, bir hüceyrəli parazitlər də mövcuddur. Mamırlar ibtidai bitkilərdir. Biz mamırları ali bitki kimi götürürük. Bütün bakteriyalar prokaryotdur. Bəli, bütün bakteriyalar prokaryotdur. Cavab D variantı olaraq götürəcəksiniz. Amma bütün ali toxumlu bitkilər yumurtalığa malikdir. Məsəl üçün çırpaq toxumlar yumurtalığa malik deyirlər. Ona görə cavab D variantı olur. 14-cü sual. Hansı bitkinin yerləşdiyi mərkəz həm şərq, həm də qərb yarımkürəsində yerləşir? Burada diqqət edəcəyik xəritəyə. Bilirik ki, Aralıq dənizi 3 əsas qitəni əhatə edir. Həm yerləşir Asiya qitəsində, həm Avropa qitəsində, həm də yerləşir Afrika qitəsində. Amma şərq və qərb yarımkürəsinə baxanda ortadan bir xətt çəksək, təbii ki, şərq və qərb yarımkürəsini bölsək, Aralıq dənizinin bir hissəsi şərq yarımkürəsində, bir hissəsi qərb yarımkürəsinə düşür. Aralıq dənizi hansı bitkinin mərkəzidir? Buna baxacağıq. Burada doğru cavab noxud olaraq götürəcəksiniz. Hər birindən bərabər sayda götürülmüş kərtənkələ, ilan, qurbağa və timsahda olan ürək kameralarının cəmi 78-ə bərabərdir. Bərabər miqdardadır. Kərtənkələnin ürək kameralarının sayı 3n qədər. Üstəgəl ilanın ürək kameralarının sayı 3n qədər. Qurbağada ürək kameralarının sayı 3n qədər. Timsahda ürək kameralarının sayı 4n qədər. Bərabərdir. Bunları toplayırıq. Deməli topladığımız zaman bərabər 13n edir. 13n bərabərdir 78-ə. Deməli tapacağıq. Hər birindən nə qədər vardır? 78-i də bölürük 13-ə, düşür 6. N buradan bərabərdir 6-ya. Deməli hər birindən 6 ədəd götürmüşəm. Bu canlılarda cəmi neçə döş sümüyü gövdə skeletinə aiddir? Baxırıq. Kərtənkələdə gövdə skeletinə aiddir. Ona görə 6 götürəcəm. Üstəgəl, ilanın ümumiyyətcə döş sümüyü yoxdur. Döş qəfəsi olmaq üçün döş sümüyü yoxdur. Qurbağada gövdə skeletinə aid deyil və timsahda aiddir 6-da buradan. Bərabərdir 12 ədəd götürəcəm. Triploid endospermi yarandığı geoloji dövrdə meydana çıxmışdır. Triploid endosperm yarandı çiçəkli bitkilərdə, yəni təbaşirdə, eyni geoloji dövrdə də təbii ki, əsl quşlar yaranır. Ona görə doğru cavab B variantını götürəcəyik. 17-ci sual. Cədvələ əsasən x üstəgəl y ifadəsinin maksimum qiyməti tapın. Çayxanı balığının onurğasında fəqərlərin sayı x, maksimum miqdarını tapın. 38-42 fəqər olur. Maksimum dediyinə görə də bərabərdir 42 götürəcəm. Göl qurbağasının onurğasında fəqərlərin sayı. Fəqərlərin sayı 9-dur. Sümük deyərsə
Bir dənə quyruq sümüyü 10 deyərik. Amma fəqərə deyərsə 9-a bərabərdir. Buna topladığımız zaman 51 eləyir. Cavab B variantı olur. 18-ci sual. Klapın sevgilisi seleksiya bölməsində verilibdir. Bu bir armud sortudur. Ona görə də B variantı olaraq buradan götürəcəksiniz. 19-cu sual. Badımcan bitkisinin bir çiçəyində olan bitişik ləçəklərin sayı n olarsa, bilirik ki, badımcan çiçəyində ləçəklərin hamısı bitişikdir. 5-i də bitişikdir. Yəni n-imiz bərabərdir 5-ə. Erkəkçilərin sayı hansı ifadələnməli olur? Erkəkçinin də sayı 5-dir. Ona görə hər ikisi də n olaraq götürəcəksiniz. Aramorfoz zamanı hansı taksonomik qruplar yaranır? Cins yaranmır. Dəstə əmələ gəlir, doğrudur. Şöbə yarana bilir. Sinif yarana bilir və tip yarana bilir. Növ isə aramorfoz zamanı yox, maksimum izoptasiya nəticəsində yarana bilər. Ona görə cavab A variantı olacaqdır. 21-ci suala baxırıq. Müəyyən ərazidə bərabər olan göl ilbizlərinin və anadontan ürək kameranın cəmi 35-dir. Göl ilbizin ürək kameranın sayı 2-dir. Anadontan ürək kameranın sayı isə 3-dür. Bunlar bərabərdir 5-ə, o da bərabərdir 35-ə. N də buradan bərabərdir 7-yə. Hərəsindən 7 ədəd götürmüşük. Bu mollyusklarda cəmi neçə lamizə çıxıntısı var? Anadontanın lamizə çıxıntısı yoxdur. 7 dənə göl ilbizinin 2 dənə lamizə çıxıntısı varsa 7-ni vuram 2-yə, bu da 14 eləmiş olur. 22-ci sual. Eyni xromosom üzərində yerləşən genlər arasındakı Krassingover ehtimalı aşağıdakı kimidir? K ilə L arasında 20%, ən uzun olan deməli K ilə L-dir. Ona görə A bəndi ola bilməz. Sonra burada da B bəndi ola bilməz. C bəndi də ola bilməz. Qaldıq D bəndi ilə Y bəndinin arasında. K ilə M arasında məsafə isə 12%-dir. Demək ki, K ilə M arasında məsafə burada 12 ola bilməz. Qısadır. Demək doğru cavab burada olur. D variantı. Baxa bilərik. Məsələn, buradakı ümumi olaraq 20% idi. Sonra K ilə M arasında olan məsafə, bu məsafəni də 12% götürəcəm. Sonra L ilə N arasındakı məsafə, buradan da bura qədər olan məsafə 8% olacaqdır. Buradan buraya qədər olan məsafə, M ilə N arası olan məsafədə, bəli, bu da təbii ki 3 eləmiş olacaqdır deyirsiniz. Doğru cavab, ona görə D variantını götürürük. Baxaq indi. Avstropiteklər meydana çıxdığı geoloji dövrdə avstropiteklər meydana çıxır Neogende. Geoxonoloji cədvələ əsaslanan, deməli, bu da bir sualdır. Azıxantroplar deməli, ən qədim insanlara aiddir. Qədim insanlara aid deyil. Paltar geyinməyiblər. Xeyr, paltar geyindikləri güman olunur. Dəri paltar geyiniblər. Qəbilə halında yaşayıblar. Qəbilə halında yaşamayıblar. Bunlar sürü halında yaşayıblar. Zəngilan rayon ərazisində tapılıb. Xeyr, Xocavənd rayon ərazisində tapılıbdır. Və oddan istifadə edilir. Bəli, çünki mağarada odun, külün qalıqlarına rast gəlinibdir. Cədvələ sizdən X-in qiyməti tapın. DNT molekulunda hidrogen rabitələrinin sayı N, adenin azotlu əsaslarının sayı A, guanin azotlu əsaslarının sayı isə X-dir. Belə bir düsturumuz var. 2 adenin üstə gəlsin 3 sitozin bərabərdir hidrogen rabitələrinin sayına. Mən də hidrogen rabitələrinin sayından adenin sayını 2A-nı çıxıram. Yerdə qalır 3S. Yerdə qaldı nə? 3S və yaxud da 3G. Yerdə guaninin sayı qalır 3 misli qədər. Bunu da 3-ə bölürəm. Belə sitozinin və yaxud da guaninin sayını tapmış olam. Cavab B variantı olur. 26-cı sual. Diplod xromosom dəsti 28 olan bitkinin tozcuğu, deməli, erkək bitkimiz 28-dir. Diplod xromosom dəsti 36 olan bitkinin dişiciyini tozlandırmışdır. Erkək bitkimiz, dişi bitkimizin isə 36-dır. Əmələ gələn hibridin dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldırılansa, toxumun endospermində cəmi neçə xromosom var? Endosperm mərkəzi hüceyrə 36. Üstə gəlinsin.
spermi 14 beraberdir 50'ye. Aradan da kaldırılandan sonra 50 vurulsun 2, o da beraberdir 100'e. Doğru cevap B variantı olur. Atomların biogen miqrasiyasına həyatın neçə bioloji prosesi səbəb olur? 3 əsas proses buna səbəb olur deyirik. Doğru cavabımız B variantı olacaq. Bu da dərsliğimizdə gedən adi bir cümlədir. Maddələrin mübadiləsidir. Deməli, böyümə və inkişafdır və çoxalma proseslərini deyə bilərsiniz. Veriləndən hansı uzaq hibridləşmə nəticəsində alınmayıbdır? Qaytaq uzaq hibridləşmədir. Bester uzaq hibridləşmədir. Ropşa karp da eyni qayda, qatır da. Amma merinos isə növ daxili ayrı-ayrı cinslərin çarpazlaşmasından və yaxud da hibridləşməsindən alınmışdır. Nüvəsiz produsentdir. Nüvəsiz produsentdir. Saprofit bakteriyalar produsentdirmi? Baxırıq. Bunlar konsumentdir. Əmöb produsent deyil, konsumentdir. Mukol göbələyi konsumentdir. Pensil göbələyi də eyni qaydada dediniz burada. Və azot bakteriyalarına gəldikdə isə azot bakteriyalarda bunlar xemosintez edicilərdirlər və qeyri-üzüm maddələrdən kimyəvi rabitələr enerjisi hesabına özləri üzüm maddə hazırlayır. Ona görə cavab Y bəndi götürəcəm. 30-cu sual. Mitoz bölünmə zamanı hansı qiymətinə malik hüceyrələr əmələ gətirə bilər? Mitoz bölünmə zamanı ana hüceyrə necəsə eyni ilə də əmələ gəlmiş olur. Yəni bərabər olurlar. Ona görə də doğru cavab kimi B variantını götürəcəksiniz. Orqanizmlərin mühitə uyğunlaşmasının hansı forması maddələr mübadiləsinin özünü tənzimləmə mexanizmi və enerjinin çevrilməsi hesabına orqanizmin qorunub saxlanılmasını təmin edir. Bu adətən ayıdır, yarasadır, bəzi qış yuxusuna gedən canlılardır. Bunlarda özünü daha açıq şəkildə göstərə bilir və bu fizioloji deməli deyirsiniz ki, uyğunlaşmadır. Ona görə doğru cavab kimi C variantını göstərəcəyik. Marfan sindromu haqqında doğru mülahizələri seçin. Autosom, xromosom strukturunda baş verən dəyişikliklərlə bağlıdır. Bəli. Autosom olaraq və dominant olaraq növbəti nəslə ötürülür. Ona görə biri götürəcəm. Resesiv deyil. Xromosom da genom mutasiyası deyil təbii ki və dominant genlə ötürülür. Doğrudur. Cinsiyyət dəyişikliyi deyil. Cavab A variantı olur. 33-cü sualımıza baxaq. Beyin həcmlərinin artma artcılığa düzün. Belə olanda adətən əzbərləmənizə çox da ehtiyac qalmır. Yəni meydana çıxma ardıcılığı ilə düzə bilərsiniz. Meydana çıxma ardıcılığına düzəndə avstopitek meymundur. Ondan sonra gələcəkdir. Təbii ki, içində pitekantrop, sonra sinantrop, sonra neandertal. Ona görə doğru cavabımız A variantı olur. Cədvəl əsən X-i tapın. Glikoliz, yəni oksigensiz parçalanma, ATF şəkildə toplanan enerji 240, İstilik şəkildə ayrılan enerji X. Glikolizdə ATF şəkildə toplanan enerji 80 kilojol olanda istilik şəkildə ayrılan enerji 120 kilojol olur. Əgər bu 240 olursa, bu da X-ə bərabərdir. 3 dəfə bundan çoxsa, bu da 3 dəfə çox olar. Yəni 360-a bərabər olar. 35-ci sual. Cədvələ əsasən A, B, C ifadələrinə uyğun gələn variantı seçin. Bitki turpdur. Turpu bilirsiniz. Sadə salxım sek qrupuna malikdir. Və turpun vətəni Aralıq dənizidir. Sek struktur elementlərinin cəmi deyərkən bir dənə çiçək saplağı, bir dənə çiçək yatağı, 4 dənə kasa yarpağı, 4 dənə ləçək, 6 dənə erkəkcik və bir dənə də dişicik olmaqla deyəsiz, bu da 17-yə bərabər olur. Doğru cavab B variantı gəlir. 36-cı sual. Arterial qanın bilavasitə tənəffüs orqanından ürəyə qayıtmayan onurğalı heyvan. Söhbət balıqlardan gedir. Müvafiq olaraq doğru ardıcıllığı müəyyən edin. Qan dövranının sayı bir qan dövranı var. Arteriyalarında qarın aortasında venoz qan, bel arteriyasında isə arterial qan var 2 dənə. Və onurğa sütununun şöbənin sayı bir gövdə fəqərləri var, bir də quyruq fəqərləri var. Bu da 2 dənə. Doğru cavab C variantı olacaqdır. 37-ci sual. A, B, C cəmini müəyyən edin. Çənə ayaqları 3 cüt
Çənə ayaqları olur. Yəni 6 dənə. Bir cüt üst çənəsi var, 2 cüt alt çənəsi olacaqdır. 2 cüt, yəni 4 dənə. Mürəkkəb gözlərin sayı 2 dənə mürəkkəb gözləri var. Bu da 2. Toplam 12 eləyir. Cavab A variantı olacaqdır. 38-ci sual. Hansı variant doğrudur? Böyrəküstü vəzni hormonları qanda qlukoza miqdarını azaldır, yox, artırır olmalıydı. Qalxana bənzər vəzi hormonu infeksiyon xəstələrə qarşı müqaviməti azaltmır, əksinə artırır olacaqdı. Timus vəzisi tiroksin hormonu sintez edir. Tiroksin deyil, timozindir. Bu da səhvdir. Hipofiz vəzisi bioloji saat rolunu yox, epifiz vəzisidir. Çəngələ bənzər vəzi hormonu vaxtdan əvvəl cins yetişkənliyin qarşısını alır. Bəli, bu doğru fikirdir deyəcəksiniz. 39-cu sual. Şəkilə əsasən verilən fikirlərdən hansı doğrudur? 2-də karbohidratlar parçalanır. Mədə karbohidrat parçalanmır. Bu fikir səhvdir. 3-də sellulozanın bakterial parçalanması baş verir. Sellulozanın bakterial parçalanması yoğun bağırsaqda 5-də baş verər. 3 nazik bağırsaqda. Bu da səhvdir. 1-də süd yağları parçalanır. Ağızda süd yağları ümumiyyətcə parçalanmır. Yağlar ümumiyyətcə ağızda parçalanmır. Bu da səhvdir. 5-də glukozan artığı nişastaya çevrilir. Nişasta bizim hüceyrəmizdə ehtiyat şəkildə toplanmır ümumiyyətcə. Bunu da biləsiniz. 4'te glikozdan artıq glikogenə çevrilir. Bəli, qaraciyərdə mədə altı vəzinin deməli hormon olan insülinin hesabına glikozdan artıq glikogenə çevrilir. Doğru cavab B variantı olur. 40-cı sual. Şəkildə insan qaraciyərinə aid damarlar göstərilmişdir. Sağlam bir insan karbohidratla zəngin qida yedikdən sonra qaraciyərlə əlaqəli olan damarların içərisindəki qan haqqında hansı fikir söylənə bilər? Gəlin indi fikirlərə baxaq. Glukozanın miqdarı 1 böyükdür 3-dəndir. Glukozanın miqdarı. Baxıram. Normal qidalanıbsa əgər ən çox glukoza 3-dədir. Çünki gəlir, artığı da qaraciyərdə glikogenə çevrilir. Çıxanda 1-də glukozanın miqdarı az olur. Sidik cövhərinin miqdarı 1 böyükdür 2. Sidik cövhəri, bəli, qaraciyərdə əmələ gəlir. Ona görə də gələndə burada qaraciyərdə sidik cövhəri əmələ gəlir. Keçir ondan sonra toxuman mayesindən kapillyarlara və qaraciyər venasından çıxanda sidik cövhəri daha çox olur. Ona görə bu variant doğru variantdır deyəcək. B variantı doğrudur. 41-ci sual. Uyğunsuzluğu müəyyən edin. Orqanlar və orqanlar sistemi. Sinir sistemi ektoderma mənşəlidir. Limfa mezoderma mənşəlidir. Dərinin piqatçı ektoderma yox, bu da mezoderma mənşəlidir. Doğru cavab C variantı olmalıdır. Verilən fikirdən hansı yanlışdır? İlk sidik qədəhə bənzər kapsulda əmələ gəlir. Bu doğru fikirdir. Sidik axarları iki bədən boşluğunda, qarın və çanaq boşluğunda yerləşir. Bu da doğru fikirdir. Son sidik qıvrım kanalcıqlarda əmələ gəlir. Doğru fikirdir. Sidik kisəsinin həcmi 500 millidir. Doğru fikirdir. Sidik kisəsinin xarici qatı saya əzəlilərdən təşkil olmuşdur. Xeyr, bu daxildir. Orta qatı daha doğrusu. Ona görə də xarici qat deməsi doğru deyil. Doğru cavab Y variantı olacaq. Bir təcrübə apararkən ağac gövdəsinin floema qatı halqa şəklində çıxarılıb, bir həftə gözlənir və bu şişkinlik əmələ gəlibdir. Hansı fikir doğrudur? Yuxarıya doğru su və mineral maddələrin daşınması davam edir. Bəli, o qalxacaq. Çünki floema boruları çıxıb. Yuxarıda əmələ gələn üzvü maddə aşağı düşə bilməyəcək. Çünki gəlib burada yığılıb və şişkinlik əmələ gətiribdir. Davam edir. Su və mineral maddələr. Köklərin məhv olması yarpaqdan öncə olacaq. Bəli, çünki yarpaqda üzvü maddə olacaq. Kökə getməyəcək. Ona görə köklər daha tez məhv olacaq. Şişkinliyin səbəbi üzvü maddələrdir. Bu səhv fikirdir. Çünki su deyil də, yəni üzvü maddədir. Şişkinliyin səbəbi yarpaqların soyucu qüvvəsi yox, sadəcə yarpaqlarda əmələ gələn üzvü maddənin aşağı doğru hərəkət edərkən orada yığılıb qalması olacaqdır. Doğru cavab D variantı olur. Keçirik növbəti 44-cü sualımıza. Xanı balığında quyruq fəqərlərinin sayı 18 ədəd olarsa, maksimum fərq nə qədərdir? Qabırğalarının sayı ilə quyruq fəqərlərinin sayı arasındakı maksimum fərq nə qədərdir? Deyir. 38
42 ədəd olur. Biz 42 ədəd götürəcəyik fəqərlərin sayını. Quyruq fəqərinin sayı 18-dir. Çıxıram bundan 18-i. 18-i çıxıramsa yerdə bərabərdir. Qaldı neçə? 24 qaldı. 24 dənə gövdə fəqərəsi. Hər gövdə fəqərəsinə 2 dənə qabırğa birləşir. 24 gövdə fəqərəsinin hərəsinə 2 qabırğa birləşirsə, 48 dənə qabırğası olur. Əgər 48 qabırğa varsa, quyruq fəqərlərinin də sayı 18-dirsə, deməli ikisinin arasındakı fərq 30-a bərabərdir. Ona görə cavab Y variantı olacaq. Hüceyrənin hansı orqanoidi hüceyrə daxili həzmdə iştirak edir? Bu aydın məsələ. Lizosomdur. Lizosom hüceyrə daxili deməli həzmdə iştirak edəcəkdir. Hansı bitkinin qameti O qamet tiplidir? Yəni erkək qametləri hərəkətli, dişi qametləri hərəkətsiz olsun. Ulotiksdə izoqamiyadır. Sərvdə anizoqamiyadır. Xlamidamanada da izoqamiyadır. Çəltikdə anizoqamiyadır. Erkək gücdə isə O-qamiyyət tiplidir. 47. Doğru fikri tamamlayın. Qidasının bədənə sorulması həzm vəzisində baş verən canlı. Söhbət xərçəngdən gedir. Dolay yolla getmir. İnkişafı düzünə yolladı. Hörümçək kimlər yox, xərçəng kimlər sinifinə aiddir. Qarıncıqda yerləşən ürəyə malikdir. Qarıncıqda yox, baş döşdə yerləşir və kisə şəkilli ürəkdir. Neşterə də malik deyil. 5 cüt yerimi ayağına malikdir. Bəli, bu fikir doğrudur. Birlikdə sayı 20 olan xanı balığı və göl qurbağalarında ürək kameranın ümumi sayı 46 olursa, biraz riyaziyyat tiplidir, bilirəm, başa düşürəm. Yəni, x qədər xanı balığı üstə gəlinsin y qədər göl qurbağası bərabərdir. Birlikdə cəmi 20-yə bərabərdir bunların. Ürək kamerası 46-dır. O zaman xanı balığın ürək kameranın sayı 2-dir. 2x qədər bundadır. Göl qurbağası da 3-dür. 3y qədər bundadır. O da bərabərdir 46-ya. Bunu 2-yə vursam, x-i vururam 2-yə, edir 2x, üstə gəlinsin. Y-i vururam 2-yə, edir 2y, bərabərdir 20 ilə vururam 2, edir 40. B ilə 2x-lər getdi. 3y-dən 2y çıxanda y bərabərdir 46-da 40 çıxanda 6-ya. Y 6-dır. Deməli, ümumi fərdlərin sayı 20 idi. Bunun 6 dənəsi y idi. 14 dənəsi də x-dir. Yəni 14 dənəsi balıqdır. Mənim 14 dənə balığım var. 14 balığın da hər birinin tək üzgəclərinin sayı 4-ə bərabərdir. O da 56 edəcəkdir. 49-cu suala baxaq. Deməli, fenotip fərdlərin çarpazının F1 nəslə BB genləri daşıyan fərddən əmələ gəlmə ehtimal neçədir? Heç bunu ümumiyyətcə eləməyə ehtiyac yoxdur. Sadəcə B-ləri öz arasında çarpazlaşdırsa mənə kifayət edir. Yəni, kiçik B ilə çarpazlaşdırsam böyük B, kiçik B-ni buradan da alınır. Böyük B, kiçik B və alınır kiçik B, kiçik B. Deməli, 2-də 1 ehtimaldır. Doğru cavab B variantı edir. A-ları eləməsəm də olar. Özlərinə görə hesablaya bilərəm. Paleontoloji dəlillərə aid deyil. Biogenetik qanun, təbii ki, bu paleontoloji dəlillərə aid olmayacaqdır. Doğru cavabımız Y variantı. Amma stratigrafik dəlillər, keçid formalar, izotoplar, qitərin dreyfi, bunlar paleontoloji dəlillərdir. Biogenetik qanun isə paleontoloji dəlillərə aid deyil. Doğru cavab Y variantı olur.